Hə, köynələr, sabahınız xeyir olsun. Bugün bir üzücü xəbərlə sizlə bölüşəcəyəm. Bizim milli qəhrəmanımız, özdə elə belə qəhrəman yox, İlk 4 qəhrəman kim ki olmuşdu? 1-ci Qarabağ müharibəsi vaxtında. Bax, onlardan biri. Vətən fədaisi, hansı ki 88-ci ildə milli hərəkatda çox fəal iştirak edib, İsveçin Malmö şəhərində rəhmətə getdi. Həmən o qəhrəmanın adı Şahin Tağıyevdir. Üzücü tərəfi də bunun budur ki, onu qoyaq bir qırağa ki, öz vətənindən qıraqda bu adam rəhmətə gedib də, özü də qocalar evində. Yəni başa düşdünüz də, yəni elə çıxır ki, kimsəsiz idi, diqqətsiz idi, imkansız idi. Digər tərəfi odur ki, həmən o Şahin Tağıyev 96-97-ci illərdə bu dəqiqə mən durduğum dəniz kənarı parkın, kafelerin birində gecəliyirdi bu adam. Yəni bu adamın heç yaşamağa yeri yox idi. Deyirəm, mən tez-tez sualı özümə verirəm də, özümə, ətrafa düzdür, mən bu sualı belə verə bilmirəm. Bilmirəm kimə verim bu sualı. Görürsən, nə üçün bax bizdə bu cürdə insanlar, hansı ki öz demək olar ki, sağlamlığından, həyatından, hər şeyindən keçiblər öz xalqı üçün, öz milləti üçün. Bunların axırları bax bu cür olur. Amma digər qəhrəmanlar, başa düşürsünüz də kimdən söhbət gedir də. Heç bilmirəm, konkret kimi deyim. Çünki hər sahədə elə demək olar ki, olardı. Çoxluq təşkil edirlər. Onlar amma hər şeyləri firavan, ləzzətli, necə deyərlər, çıxartıb qoyublar özləri. Onları hamısını bizim göz qabağımızda səhərdən axşama canca onları görürük. Bütün internetdə, efirdə. Amma bu cür adamlar, bu dəqiqə mən indi bunun haqqında danışdım. Məncə çox adam heç tanımayacaq. Yəni mən özümə borc bildim ki, bu cür insan haqqında mən danışım. Yəni kimin yadından çıxıb, biraz da onların yaddaşlarını, necə deyərlər, dirçəldim. Bilməyənlər də bilsinlər. Hamı da bir adam kimi. Artıq bu adam rəhmətə gedib. Günahsız insan, necə deyərlər, bu dünyada yoxdur. Allah ona qəni-qəni rəhmət eləsin. Allah bütün ölənlərimizə rəhmət eləsin. Allah da bizə səbir versin. Qəlbdən qəlbə bu qədər.